Təcrübə tələb etməyən iş var yoldaşlar, təcrübəsizə iş var. Gəlin sizə bir neçə misal verim onunla bağlı. Misal üçün ilk öncə bildirim ki, Tron Bankda rəhbər köməkçisi işi var. Əgər sizin yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyətiniz varsa, ofis proqramlarını bilirsinizsə, bundan əlavə 25-35 yaşlı bir şəxsinizsə, səliqəli yazı və rəsmi üslubda danışıq qabiliyyətiniz varsa, bu işə müraciət etməyi düşünə bilərsiniz. Bundan əlavə Paşa Bankda kiçik müştəri meneceri işi var. Bu da sizdən tələb eləyir ki, ingilis və rus dilini bilin, ofis proqramlarını bilin, bank məhsulları üzrə bilikləriniz olsun, təhsiliniz olsun, maliyyə, iqtisadiyyat, bankçılıq və yaxud da müvafiq sahə üzrə. Həmçinin bundan əlavə Kontoxomda hissəvi ödənişlərə nəzarət üzrə inzibatçı işi var yoldaşlar. 680 manatlıq bir işdir. 5 günlük iş rejiminə malikdir. 9-dan 6-ya kimidir. Ali təhsillisinizsə, 1C proqramını, ofis proqramını bilirsinizsə, riyazi biliklərə maliksinizsə, dəqiq və məsuliyyətli bir şəxsinizsə, bu işə müraciət edə bilərsiniz. Həmçinin yoldaşlar belə bir iş də var. Misal üçün, əgər aranızda aktrisa, animator sahəsinə marağı olan varsa, bildirim ki, 30 yaşa qədər olan şəxslər üçündür bu iş. Hətta 17 yaşlı şəxslər də müraciət edə bilər. Təcrübə tələb eləmir sizdən, cins fərqi yoxdur yoldaşlar. Baxmayaraq ki, aktrisa animator deyilir, yəni orada həmişə, demək olar həmişə aktyor animatora da ehtiyac ola bilir. Burada part-time'dır yoldaşlar. Bunun bir üstün özəlliyi bundan ibarətdir ki, 5 saatlıq bir işdir. 2 növbəsi var. Birinci növbə günorta 2-dən axşam 7-15 dəqiqə qalmışa qədər, ikinci növbə 7-15 dəqiqə qalmışdan gecə 11-15 dəqiqə işləmişə qədərdir. Həftədə cəmi bir dəfə tam rejimlə işləyirsiniz, full time belə də işləyirsiniz. Həftədə də bir dəfə istirahət günü verirlər. Yəni belə deyim də 5 saatlıq bir işdir, amma bunun qarşında siz təxminən oradan 350-500 manat qazana bilərsiniz. Təcrübə də tələb eləmir və özünüzün yaradıcılıq qabiliyyətinizi də inkişaf etdirə bilərsiniz. Sonra Xonça şirkətində istehsalat işçisinə ehtiyac var. Bu biraz fiziki güc tələb edir. Ümumiyyətlə fiziki güc tələb edən və yaxud da digər sadə işləri mən burada sadalamamışam. Sadəcə bir misal verilmişəm sizə. Bu da 18-55 yaşlı şəxslər üçündür. Bu 600-700 manat verir, xanım və bəylər üçündür. Yəni fərq eləmir cinsiniz. Bundan əlavə avadanlıq üzrə operator köməkçisi işi var. Atabankda qadın və kişilər üçündür. 600 manatlıq bir işdir yoldaşlar. Balaxanı Sənaye Parkındadır. Siz bura servislərdə var, Koroğlu'dan servislərdə var və qeyd edim ki, əmək haqqı 600 manatdır, amma işi öyrətdikdən sonra maaş artımı da mümkündür. Həftədə 5 günlük bir iş rejimidir. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsə və ya da digər işlərlə də tanış olması üçün, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsə, profildə əlaqə vasitəsi var. Kanala daxil olduqda orada əlaqə vasitəsini görüb götürə bilərsiniz.